Bu indi tarixdə doğulan şəxsin burada əl şəkilləri var, yoxsa yox? Yox, burada yoxdur Burada əl şəkli. yoxdur. Burada məsələn əl şəkli olan tutaq ki, burada da eyni dərəcədə. İndi mən bir dənə rəqəmi əlavə izah edeyim, bir zəhmət. Hə. Deməli, baxın indi burada tutaq ki, bax belə bir doğum tarixi var. Bax 11 özü 11 ilə bitir də. 11 gərgin. Bu nə doğum tarixi deyək ki, izləyicilər. 2002-ci il noyabrın 23-ü doğulub. 23 rəqəmi taktika rəqəmidir. Əslində bu insan yaxşı taktikalara meylli bir insan hesab olunur. 11 rəqəmi onu idarə edən rəqəmdir. Amma çox qəliz bir insandır. 11 qəliz mənasını verir. Özü 11 rəqəmi yanmaya meylli bir şey. Bu enerji rəqəmidir, isti rəqəmdir. Deməli o özünü daima yanğından, isti şeylərdən istənilən bir şey. Hətta nə bilim mən tokdan da özünü qorumalıdır, gün vurmadan da özünü qorumalıdır. Yəni biraz ehtiyat etməlidir. Biz demirik ki, müfəssəl belə onun stresi ilə yaşasın. Xeyr. Bu ehtiyat etməlidir. Ehtiyat edəndə artıq insan, yəni ona meyllilik var deyənə, sadəcə özünü qoruyur. Burada deməli cədvəldə bayaq mən dediyim bax 2-7 yaranır. Düzdürmü? 4 dənə 2 var. Düşüncə tərzi əladır. İdeyalar həddən çoxdur. Bu alışıb yanır. Nəyi necə etməlidir? Çoxlu planları var. 2-7 artıq onu uzaq görən eləyir. Çox yaxşı dərrak eləyir, müdrikləşdirir. Baxmayaraq ki, 2002-ci təvəllüddür. Əgərsə 2002 təvəllüdlə burada 7-si olmayan adam olsa, tutaq ki, cədvəldə, bu yeniyetmə ilə onun arasında böyük fərq olacaq. Çox böyük fərq. 7-lər insanı uzaq görən eləyir 1. İnsanı şanslı eləyir 2. Uğurlu eləyir 3. Özdə 7-lər hətta boya da təsir edir. Bu hündür boydur. 4 dənə 1, 2 dənə 7. Bu hündür boylu. Bunun boyu 1.80-dən yuxarı olmalı, mütləqdir. 7-si olmayanlar, bax məsələn burada aşağıda var. Bu orta boyludur. 2 dənə 8-dən. Hətta adamı görmədən belə şey eləmək olur. Boyunu göstərir. Deməli, bu hətta nəsildən xəbər verir. Məsələn, burada tək 3-dür. Ortada 5 yoxdur. 2-7 var. 5, yəni belə deyək də, tutaq ki, bayaq əvvəl izah etdiyim adamda bu əvvəl pul qazanmaqdan ötürü əziyyət çəkirdi, düzdürmü? 26 yaşa qədər biz dedik də bayaq. 26-dan sonra oyanır sanki və başlayır bizneslə. Sonradan başlayır artıq tutaq ki, digər sahələrə keçir və başlayır pul qazanmağa. Amma pul da itirə bilər. Bunda da eyni. Pul rəqəmi yoxdur. Eyni zamanda məntiq rəqəmi yoxdur. Bunun amma başının üstündə 2-7 durur. Onu uğurlu eləyən cəhətlərdən biri. Yaxşı ideyalara sahib. Deməli, bu mənfi obrazda olan rəqəm ki, hansı ki sıfırdır, bunu bir xeyli yaxşılaşdırır. Mövqeyini yaxşılaşdırır. 2-7 dediyimiz kimi həm də nəsildən xəbər verir. Nəsil çox pullu olmayıb. Yox, 4 yoxdur, 5 yoxdur, 8 yoxdur. Əsas uzaq keçmişdə uzaq nəsil dinlə məşğul olub və müalicə ilə məşğul olub. Hətta biz lori dildə belə deyə bilərik ki, ekstrasenslər də olub. Belə, indiki müasir... Medium kimi. Bəli, müasir dillə mən dedim. Yəni, əvvəl insanların sağlığı ilə məşğul olan və ciddi olaraq dinlə məşğul olan insanlar olub. Və bunun özünün belə bir potensialı var. Qəşəng intuisiya sahibdir. İnsanları dərk eləyir. Sanki tibdən gözəl anlayışı var. 4 dənə 2 onu sövq eləyə bilər. Bu insan yaxşı tiblə məşğul ola bilər. Əl cizgiləri ilə bağlı müəyyən məlumatlar vereyim. Burada ilk öncə yenə də vaxt məhdudluğu ucbatından mən əsas bu üçbucaqların üstündə durardım. Burada 3 cürə əlin içində üçbucaqlar mövcud. Üçbucaq nə verir ki bizə? Üçbucağın olmağı insanın təhsilinə, savadına böyük təkan verir. Deməli, o insan təhsillidir, o insan savadlıdır. O insan sənədlərlə işləyə bilir. O insanın qiymətli kağızlardan anlayışı, belə deyək də, müasir zamanla deyək. O insan bütün sənəd, harada sənədlər mövcuddursa, tələb olunursa, o sahədə çalışa bilər. İndi baxın,
Deməli, burada üçbucaq yuxarı hissəsidir. Yuxarı hissədə olan üçbucaq erkən təhsilə sahib olma deməkdir. Erkən vaxtında bu təhsilini alıb. Amma sonra onun altında 2 dənə kubik var, dördbucaq var. Dördbucaq özəl işlə məşğul olan insanlarda olur. Ona həvəslidir. Daima çalışır ki, öz şəxsi işi olsun, bir özəl iş alsın özünə və ona məşğul olsun. Deməli, bu insan təhsil almaqla bərabər həmən onun ardınca özəl işini açıb və hər iki kvadrat yaxşı formada olduğuna görə onun işi uğurlu gedib və bütün fikrini verib ora. Burada digər bir üçbucaq var. Çox böyük bir formadadır. Bunun əsas işi təhsilini davam etməkdir, etap-etap. Hətta yəni doktorluğa qədər qalxmaqdır. Qalxmalıdır. Hədəfdir. Özünə hədəf seçib. Üçbucaq çox böyükdür. Deməli, bu çox savadlı adamdır. Onun içində 2 dənə xət var. 2 dənə xət, birincisi 1, 2, 3 diplom mənasını verir, 3 təhsil. İkincisi, ortadakı həm də dördbucaq halındadır. Deməli, təhsil aldıqca özü üçün balaca da olsa bir şəxsi bir işlə məşğuldur ki, oradan qazanc əldə etsin, bəlkə də təhsilinə xərcləsin. Bu həm də o bacarığa sahibdir. Amma burada yuxarıda yenə də dördbucaqlar var. Bu dördbucaqdan çıxan xət gəlir ata evinə gəlir. Bu xət ata evidir. Deməli, bunun atası, bu əl sahibinin atası, valideynləri ola bilsin bizneslə məşğul, ola bilsin şirkəti var, ola bilsin firması var. Deməli, özəl işlərini qurmuş adamlardır. Bu əl sahibi üçün təhsil artıq perspektivlidir, yəni rahatdır. Xərc tələb edən bir, yəni bunun kömək edən insan var, maddi cəhətdən, ona görə. Və eyni zamanda biz yenə də bir dördbucaq görürük burada, çox gec bir formada. Bu haradasa 50-yə yaxın yaşlardır, bu dördbucaq. Deməli, bu insan təhsillə, elmlə məşğuldur. Genetik kod var axı burada. Valideynlər sanki bizneslə məşğul olub. Bunun özündə də var bir həvəs. Deməli, gec də olsa öz şəxsi, özəl işini paralel olaraq açıb. Və bu da uğurludur. Amma elmdən geri qalmayıb. Burada digər bir üçbucaq var. Digər bir üçbucaq. Eyni bənzər şeylərdir. Yəni, mən nəyə görə üçbucaqlarına? Çünki digər şeyləri izah etmək üçün vaxt yoxdur da yana. Yəni, xiromantiya həddən çox geniş sahədir, numerologiyada. Onun üçün aylarla danışmaq lazımdır.